işçi 1 iyul 2025-ci il tarixindən 24 təqvim günü əmək məzuniyyəti verilib. Onun aylıq əmək haqqısı 1200 manatdır. Məzuniyyətə çıxdıqdan sonra 10 iyul 2025-ci il tarixində işçi işə geri çağırılır. İşçi 1 iyul 9 iyul tarixləri arasında 9 gün məzuniyyətdən istifadə edib, istifadə edilməmiş məzuniyyət günləri 24 gün, çıxılsın 9 gün, 15 gün. Yəni 24 gün məzuniyyətin 9 günündən istifadə edib, 15 günündən isə istifadə etməyib, istifadə edə bilməyib, belə deyək. İndi bunun iki tənzimlənməsi halı var. Biz bunu iki halda necə tənzimləyə bilərik? Birinci hala baxaq. Birinci hal əvəz günün verilməsidir. Əvəz günün verilməsi nədir? Tərəflərin razılığı ilə, razılığı belə ola bilər ki, birinci halda 10 iyuldan etibarən işçiyə yenidən əmək haqqı hesablansın. Yəni 10 iyulda işçi geri çağırılır, gəlir işə. Faktiki bunun məzuniyyətdədir də, məzuniyyət əmri verilib, bu məzuniyyətdədir. Qayıdır 10 iyuldan işə, həmin tarixdən etibarən işçiyə əmək haqqı hesablanır. Məzuniyyət pulun alıb xərcləyib, belə fikirləşək. Həmin müddətdə, yəni 15 gün müddətində işçi çıxır işə və işlədiyi günlərə uyğun da ona pul verilir, yəni əmək haqqı verilir. Və 15 gün ona biz artıq verdiyimiz məzuniyyət pulunda geri tutmuruq, qalır pul onda. Əvəzində isə işçi sonradan 15 günü ödənişsiz əlavə istirahət günü verilir. Yəni bunu belə sadə dillə deyək. Baxın, bu ayda bir aylıq düşünün ki, işçi çıxıb məzuniyyətə. Daha rahat dildə mən deyim sizə. Bu ayın yarısın 15 günün tutaq ki, işçi məzuniyyətdə olub, 15 günündə çıxıb işdə olub və işləyib. Axı bu ikinci 15 günün pulunu almışdı əvvəlcədən. Biz ona məzuniyyət haqqı kimi ödəmişdik. Deməli, növbəti dəfə 15 günün müddətində həmin işçiyə biz ödənişsiz formada əlavə məzuniyyət veririk. Yəni, tutaq ki, keçdik biz mart ayına, mart ayın işçi 15 gün qalır evdə, bu 15 günü biz ona pul vermirik, çünki əvvəlcədən məzuniyyət pulunda biz onu vermişik. Ondan sonraki martın digər 15 günündə də işlədiyi 15 günün əvəzini alır. Bu halı başa düşə bildiniz? Sual qalmadı bu halla bağlı. Buna məcəllədə qeyd olunub, cümlə olaraq da, yəni belə-belə tənzimlənir. Sadəcə olaraq misal üzərindən asan da olsun deyə sizə bu formada izah verirəm. Yəni, biz ona əvvəlcədən pul verdiyimiz üçün biz o pulu tutmuruq, gəlib işləyir, işlədiyi günlərin pulunu alır. Sonra bu həmin günlərə uyğun olaraq əlavə istirahət günü veririk və onu ödənişsiz veririk. İkinci hal nədir? Məzuniyyət pulunun tutulması və sonradan yenidən məzuniyyətin verilməsi. Bu halda 10 iyuldan etibarən işçiyə əmək haqqı hesablanır. Yəni 10 iyuldan etibarən işçiyə əmək haqqı hesablanır. İstifadə edilməmiş 15 günə düşən məzuniyyət pulunun məbləği işçidən tutulur. 15 günün məzuniyyətinin məbləği nə qədərdirsə o işçidən tutulur ayın axırında. Gələcəkdə həmin 15 gün işçiyə yenidən məzuniyyət kimi verilir. Yəni düşünün ki, o 15 gün məzuniyyətin pulu tutulur. 15 gün məzuniyyət qayıdır onun məzuniyyət balansına, məzuniyyətdə qalır, məzuniyyət belə deyək, hüququ kimi qalır. Növbəti dəfə ona artıq biz onu məzuniyyət kimi verə bilirik. Eyni qaydada məzuniyyət kimi verəndə artıq onu məzuniyyət haqqı necə hesablanırsa, o formada hesablayıb məzuniyyətini veririk. Deməli, bu hissəni də başa düşdünüz də yəqin ki. İki halı bir-birindən yəqin ki, fərqləndirə bildiniz. Təbii ki, bu sizin seçdiyiniz, yəni qarşılıqlı seçdiyiniz məsələdir. İstəsəz belə deyə bilərsiniz, istəsəz belə deyə bilərsiniz. Buyurun.